Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən dövlət proqramının icrası istiqamətində yerli əhəmiyyətli və kənd daxili yollarda əsaslı təmir işləri aparılıb və hazırda bir sıra işlər davam etdirilir. Cari ildə icra olunan Əliyabad qəsəbəsində 9.6 km, Kəngərli rayonu Şaxtaxtı Gömrük yolunda 5.1 km, Xoç kəndində 2.45 km, Şəhərli rayon Təzəkənd və Yuxarı Yaycı kəndlərində müvafiq olaraq 6.3, 1.1 km, Şərur şəhər daxili 5.2 km, Babək rayon Həcir Göynük istiqamətində 6.2 km əsas və 8.7 km kənd daxili, 6.8 km olan Ordubad rayon Azakənd və Darkənd kənd daxili, uzunluğu 11.7 km olan Ordubad rayon Anabad və Gəncə kənd daxili və 3.3 km uzunluğunda Zulfa rayon Gal və Şurur kənd daxili avtomobil yollarında işlər yekunlaşdırılıb. Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən cari ildə 66,45 km avtomobil yolu əsaslı şəkildə təmir olunaraq əhalinin istifadəsinə verilib. Uzunluğu 7.8 km olan Şərur rayon Axaməd kənd daxili və uzunluğu 8.5 olan Ordubad rayon Kələntər Rizə Qoşadizi avtomobil yollarında isə işlər hazırda davam etdirilir. Həmçinin əsaslı təmirinə yeni başlanılan yollar da var. Əsaslı təmirinə yeni başlanılan 95.6 km-lik avtomobil yolu istiqamətində də işlərimiz davam etdirilir. Ümumi uzunluğu 10.3 km olan Naxçıvan şəhərinin Babək məhəlləsi, 6-cı məhəllə, Hacı Niyət kənd avtomobil yolu və uzunluğu 17.5 km olan Naxçıvan şəhəri Səməd Vurğun, Nəcməddin Naxçıvani, Hüseyn Rəhmanov, 58-ci məhəllə istiqamətində işlər icra olunur. Yolda torpaq işləri aparılır, yol əsasının möhkəmləndirilməsi və su ötürücü qurğularının quraşdırılması istiqamətində işlər aparılır. Yol infrastrukturu sahəsində görülən işlər 2026-cı ildə davam etdiriləcək. Hafiz Əliyeva, Atabey Səyyad, NTV Xəbər.